Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov son illər Bakının mərkəzi və prestijli ərazilərində iri yaşayış layihələri həyata keçirir. Prezidentin ailəsi ilə qohumluqdan sonra biznes fəaliyyətində əsas diqqətini kənd təsərrüfatı sektoruna yönəldən Səməd Qurbanov Baku Aqropark şirkətinin qurucusu kimi tanınır. Şirkət Şabran Aqrokompleks layihəsi və Zirə qəsəbəsində hektarlarla ərazini əhatə edən istixanalar vasitəsilə fəaliyyətini genişləndirib. Bu layihələr eyni zamanda kəndlərin köçürülməsi ilə bağlı mübahisəli qərarlarla da gündəmə gəlib. Son dövrdə isə Səməd Qurbanovun fəaliyyətini tikinti sektoruna yönəltdiyi qeyd olunur. Onun Bakının elit biznes mərkəzlərindən sayılan Port Baku Towers'da ofisinin olduğu bildirilir. Bakının memarlığında yenilikçi yanaşma iddiası ilə təqdim edilən tikinti şirkəti On Point adlanır. Jurnalist araşdırmalarına görə bu şirkətin Səməd Qurbanovla əlaqəli olduğu və paytaxtın mərkəzində bahalı yaşayış kompleksləri inşa etdiyi sübut olunub. Layihələr Primo Residence brendi altında təqdim olunur. Primo Residence yaşayış komplekslərinin yüksək gəlirli alıcı segmentini hesablandığı qeyd edilir. Komplekslər Tbilisi prospektinə yaxın ərazidə, şəhər mərkəzi və əsas yollarla əlaqəli məkanda inşa olunur. Layihəyə əsasən kompleks 230 mənzildən ibarətdir. 1500 kvadrat metr kommersiya sahəsi, 233 avtomobil üçün yeraltı dayanacaq və 0,8 hektarlıq həyətyanı ərazi nəzərdə tutulur. Kommersiya quruluşlarının dövlət reyestri məlumatına əsasən On Point şirkəti On Point MMC adı ilə qeydiyyatdan keçib. Reyestr məlumatlarına görə şirkət əvvəlcə Mirlex Development MMC kimi yaradılıb. 5000 manat nizamnamə kapitalı ilə təsis edilən şirkətin qanuni təmsilçisi və təsisçisi Teymur Rasimoğlu Musayevdir. Jurnalistlərin əldə etdiyi sənədlərdə Teymur Musayevin Səməd Qurbanova məxsus şirkətlərin idarəçiliyini həyata keçirdiyi bildirilir. Səməd Qurbanovun sosial şəbəkə hesabında, xüsusilə Instagram hekayələrində sözü gedən tikinti layihəsinin reklam edildiyi də diqqət çəkir. Tikinti layihələrindən əlavə Səməd Qurbanovun biznes ortağı kimi təqdim olunan Teymur Musayev Alliance Logistics şirkətinə də rəhbərlik edir. Şirkətin baş ofisi Bakıda, Port Baku ərazisində yerləşir. Alliance Logistics regionda yük daşımaları sahəsində iri layihələr həyata keçirən şirkət kimi təqdim olunur. Dəmir yolu və dəniz nəqliyyatı üzrə ixtisaslaşan şirkət tranzit, idxal, ixrac və daxili daşımalar istiqamətində fəaliyyət göstərir. 2018-ci ilin noyabr ayından aktiv fəaliyyətə başladığı bildirilən şirkətin portfelində 250-dən çox şirkətin yer aldığı qeyd olunur. Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı, xalq artisti Emin Ağalarov da tikinti sektorunda iri layihələrlə tanınır. O, Xəzər sahilində Bakının bir neçə kəndinin ərazisini əhatə edən və 750 hektarlıq sahədə inşa edilən Sibriz adlı kurort şəhərciyi layihəsini həyata keçirib və layihənin genişləndirilməsi davam edir. Beləliklə, prezident ailəsi ilə qohum olan digər şəxslərin də tikinti sektorunda iri layihələrə başlaması fonunda birinci ailəyə yaxın biznes strukturlarının bu sahədəki payının artdığı müşahidə olunur.